Balama qurban. Belə get atım dalınca. Sağ salamat. Məli. Nənəsinin balası, nənəsinin ürəyi, nənəsinin körpəsi. Görürsünüz qabağa. Arkaya. Sağ olun. Sənə qurban olum. Sənə qurban olum. Xanımlar, videonu səsli çəkmişəm, ancaq videonun bu hissəsini səssiz çəkmişəm. Deməli, gecə artıq ayın 1-nə keçib, 01, səhv etmirəmsə 42 dəqiqədir. Balaca balam hələ işdən gəlməyib. Heç keyfim yoxdur. Balaca balam gəlməlidir, hələ işdən gəlməyib. Gələcək, 2-də gəlir. Səhər də tezdən durub getməlidir hərbi komissarlığa. İndi bilmirəm də sabah, yəni artıq bu gün ayın 2-sidir. Xanımlar, saat 18:59 dəqiqədir, səsimi yazıram. İnşallah ki paylaşacağam, yüklənər, izləyərsiniz. Mən həmin gün üçündə ayın 1-nə keçən gecə səhər oğlum gedəcəkdi hərbi komissarlığa. İndi mən bilmirdim də onu bir dəfəyə aparacaqlar, birbaşa aparacaqlar, yoxsa gedəcək, hələ gələcək, sonra gedəcək. Amma hazırlıqlı getdi də, özünə lazım olanları götürdü çantada. Ona görə heç keyfim yox idi. Balam saat neçədə hələ gəlməyib, səhərdə tezdən durub gedəcək. Siz izlərkən mən söhbət edim. Məlkin geyimləridir, xanımlar. Bunları mən 2 il öncə deməli Trend yoldan sifariş etmişdim. 2 yaş üçün sifariş etmişdim, böyük gəlmişdi. Üzərində 2-3 yaş yazılıb, amma elə Məlikə indi də pencəyi biraz boş olur. Belə balamı gözləyirdim, elə bunlar da dedim çəkim sizlər üçün. Sonra da balamın köynəyini ütülədim. Bir dənə də qara köynəyi var balamın. Burada bu arada bir izləyici rəy yazmışdı, onu qoyacağım ekrana. O bir dəfə də yazmışdı mənim nəvəm üçün ki, Yevlax qaraçılarına oxşuyur. Mən onu blok etməmişəm. Elə hər dəfə blok etmirik ki, çünki insan yorulur blok etməkdə. Blok edəcəm, gedib başqa profillə yazacaq. Daimi də izləyir, 100-dən də artıq mənə rəylər yazıb. Düzdür, profil adını dəyişib, amma mənə rəy yazanların profilinin üzərinə toxunuram, onun yazdığı müsbət və ya mənfi rəylərə diqqət edirəm. Gördüm ki, həmin Yevlax qaraçısını yazan xanımdır, yenə də nəvəmi Yevlax qaraçılarına oxşadıb, olsun, o da onun ürəyidir. Belə gözəl xanımlar, ona görə heç neçə gündür özümdə deyildim, heç videolarımda görürsünüz, neçə gündür paylaşmıram, gecikdirmişəm. Həm oğlum, mən həvəsdən salmışdı, Günayla oğlum, Məlik üçün maşın almayayım deyə. Əslində oğlum da haqlıdır, deyir həyət balacadır, bahalı maşındır da, bizə görə bahalıdır da, aparıb bir dəfə uşaqda vuracaq, həmən sınacaq, dağılacaq. Mən də deyirəm parka apararıq, o da deyir gündə siz parka getmişsiniz, maşının dalına yerləşər, yerləşməz taksinin, nəsə o barədə də danışmışam səsli. Belə də yəni biraz keyfim yox idi, qalmışdım belə. Sonra da ki, oğlumu belə hərbi komissarlığa çağırdılar. Mən anlayıram, vətəndə hər birimiz getməliyik. Amma nəticə itibarilə anlayam, narahat oluram. Bir də təbii ki, ədalətsiz olduğu üçün insan özünü pis hiss edir. Çünki insan var, heç onu aparmırlar. İnsan var, təkrar gedir. Yəni burada ədalət pozulur da. Niyə hər zaman elə kasıbın uşağı, niyə hər zaman atasız uşaq? O biraz insanı incidir. Ona görə keyfim yox idi. Elə bunları çəkirəm. Amma səhər özümə gəldim. Heç hələ Məlikə hədiyyə almamışam. Yəni, əslində mən bir gün öncəyə planlaşdırmışdım. Sonra səhər balam getdi. Həmən xəbər etdi ki, bəs gedirəm müayinələrdən keçməyə, bilmirəm, yeni qanun çıxıb müayinələrdən də keçirdirlər. Onu, o 9-cu sinifdə oxuyanda oğlan uşaqları qeydiyyat almır, o zaman keçirlər müayinədən. Bilmirəm, dedim müayinələrdən keçirəm. Nəsə sevindim ki, hələ getmir, ona görə əhval-ruhiyyəm yüksəldi. Səhər açıldı, getdik Məlikəyə hədiyyə almağa. Balamın köynəyini də ütülədim. Qalanını səssiz çəkmişəm. İndi inşallah ki, təlif gəlməz. Mən elə bu cürdə sizlə paylaşaram. Təlif gəlsə, çünki musiqilər var orada.
siləcəm yenidən, hamısının üzərinə səsimi yazacağam. Yox, təlif gəlməsə belə də sizlərlə paylaşacağam. Xanımlar bu ütünü soruşurlar, bunu da 2 il öncə, 3 il öncə tənk yoldan sifariş etmişdim. Allah Taala bütün balaları qorusun. Allah Taala bütün balaları öz nəzərində saxlasın. Amin Allah. Mama qurban, yoxşuyum, oğullu balım, yüksək balım, güzel balım. Allah Taala hamımızı öz nəzərində saxlasın. Mama qurban, belə get atım dalınca. Sağ salamat. Mama boyuva qurban. Mən hara gedirik, nənə qurban? Belə çevril sənə baxım, çevril. Nənəsi buna qurban olsun. Xanımlar, belə maması qərar verdi. Mən də dedim, hə. Nənəyə bax, ayaqqabısı qaradır. Dedik, köynəyi də ona uyğun olsun. Belə çön nənələr baxsın. Xanımlar, sənə mən qurban olum. Günay ilə qaynana gəlin əsəbləşmişik. Şu an saçına bax. Günay səhərdən feynir, neynir, düzəlmir. Oğluma zəng eləmişik ki, aparaq elə kəstirək də saçına da. Deyir, yox, əl vurmuyor, qoy o düzəlsin. Nə bilim, atamın saçına oxşuyur, neynir, buruq. Mən onu düzəltdirəcəm. Gedirik, nənə, bala, nəvə, gəlin, qaynana gedirik Məlikə hədiyyə almağa. Dedim, olsa gedirəm, alıram. Böyle gedək Günayın da ürəyici olsun, seçsin alıq. Əslində mən alıb sürpriz eləməyi düşünürdüm. O da ki, əfv ruhiyəm nəsə olmadı. Balaca balama görə. Balaca balam da bugün getməyəcək. Bu Günayın biridir xanımlar. Bilmirəm, bu videomu bugün paylaşaram, sabah paylaşaram sizlə. Çatdırsam bugün paylaşaram. Zəng elədi ki, Parklinkiyə göndəriblər. Oradan nə bilim, müayinələrdən keçməyə, neynəməyə, əvvəl belə qanun yox idi. Düzdür, hərbiyə təzə gedəndə keçirdilər. İndi yenə elədi, deyir. Ayın 22-si deyir, gedəcək. Ona görə biraz əhval-ruhiyyəm düzəldi. Heç Məlikə gəlib hədiyyə də hələ ala bilməmişdim. Yəni ki, əslində mən bir gün qabaqdan alıb hədiyyə edəcəkdim. Ya nə bilim, desə də ailəm qarışmışdı bir-birinə. Ona görə də Allah deyən olsun, biz deyən yox. Mən zaten əvvəldən demişdim ki, Allah deyən olsun, mən deyən yox. Amma yenə də elə həmin günə düşdü. İndi atası, maması ilə gedəcək şəhərə. Atası saat 5-də işdən gələcək. Sonra gedəcəklər şəhərə. İndi biz nənə bala saat hələ 12 yoxdur. Gedirik hədiyyə almağa. Ona görə Məlikə də aparıram. Dedim, da nə sürpriz. Gedək, maması da bəyənsin, Məlik də baxsın, seçək, alıq gələk. Belə xanımlar, nünüsü buna qurban. Xanımlar, Günay deyə qoy belə qalsın. Mən də deyirəm, bəs görürsünüz xanımlar, şalvarı lap əyninə görədir. Köynəyini geyindirmədik də, dedik, bəs bu qara köynək də təzədir, heç geyinməyib. Bəs dedim, bunu haçan geyəcək, yay gəlir. Elə mən elə dedim, Günay da dedi, hə, elə ayaqqabısı ilə də bir olsun. Günay deyir, mama elə belə gedək. Mən də deyirəm, pencəyini də geysin. Günay ilə oğlum deyir ki, bəs pencəyi qəşəng olmur Məlikə. Mən də deyirəm ki, bəs şalvarla köynək Məlikə görədir. Birazdan heç olmayacaqlar. Pencəyin modeli budur. Bunlar da deyir ki, modeli olsa da Məlik cılız uşaqdır, Məlikə yaraşmır. Mən də deyirəm, yox. Şalvarla köynək Məlikin ölçüsündədir. Pencəyi də bir başqa adamın ölçüsündə deyil ki, uşağın ölçüsündə deyil ki. Bunun modeli budur. İndi geyindirəcəm, siz də fikirlərinizi deyirsiniz. Mən deyirəm, geydirək, sonra çıxararıq da. İndi geydirəcəm Məlikə. Xanımlar, mən balama gülməyin. Arxa çevir, mən arxa çevir. Gülayan oğlum deyir ki, qəşəng olmadı. Ay xanımlar, şalvar Məlikə olur. Heç birazdan olmayacaq, elə ancaq olur. Ağ köynəyi də geyindirdik, elə ancaq olur. Bəs bu da dərsdir də. Bunun mən deyirəm, modeli budur. Bəs bunlar da deyir, yox, bu biraz böyük uşaq üçündür. Mən də deyirəm, böyük uşaq üçündür. Onda həmin uşağa da şalvarı ilə köynəyi olmayacaq axı. Məlik, belə gəl, nənəyə tərəf gəl. Sənə mən qurban olum. İndi o tərəfə get, nənən sənə qurban olsun. Günay deyirəm ki, mənim uşağım dəbli uşaqdır da. Qoy belə geyinsin, sonra çıxardarıq da orada. Nənən sənə qurban olsun. Köynəyi də gördünüz də, şalvarın üzərinə salmışıq xanımlar. Şalvarın içərisinə salanda da qəşəng olur. Cun. Sadəcə qaynana gəlin əsərləşmişik uşağın saçına. Bu nədir burada? Keç o yana. İndi Cuna da deyir ki, papağını qoyaq. Mən də deyirəm, onda uşağımın karizması pozulur axı. Nənəsi bundan qurban.
Xanımlar, oğlum da neçə gündür gözümdən salır, həvəsdən salır mənə ki, o maşın həyətimiz bax balacadır, harda sürəcək. Mən də deyirəm parka apararıq. Deyirsiniz parka gündə parka gedirsiniz. Ayda bir dəfə, uzağı 2 dəfə lap gedin. O hər maşına yerləşməyəcək. Necə apararsınız, nə edərsiniz? Belə. Nənəsi ona qurban. Qəşəng dayan. Belə nənələrə də öpüşünlər. Oy sənə qurban olum mən. Əli də sal yana. Şəkil də çəkim. Qəşəng dur, şəkili də çəkim. Sənə qurban olum. Bütün uşaqların bayramı mübarək olsun. Allah Taala bütün balaları qorusun, körpələri qorusun, öz nəzərində saxlasın. Hər zaman əmin-amançılıq olsun, sülh olsun. Uşaqlarımız da sülh şəraitində böyüsünlər. Amin Allah. Nə qurban olum. Bax görün. Orada dur, çəkim səni. Nənən sənə barmağa nə oldu? Barmağa nə olub Məlik? Xanımlar bizdə görür. Bunu da xoşuna gəlir, deyir maması da. Sonra barmağa nə oldu ki, nənən qurban? Çıxaracam bu üstəkini. Günah yox qədər dedim, mən də şey oldum. Dedim qoy balamı çəkim sonra. Sönü mən qurban olum, ay Məlik. Xanımlar saçını da örtmək üçün Günay papağını qoydu da. Məcə nənənin yanına. İndi o tərəfə getsən çəkim. Sənə qurban olum mən. Sənə mən qurban olum. Ay Məlik, gəl görüm nənənin yanına. Gəl nənəsinin yanına. Nənəsinin yanına gəlsin. Gəlsin. Taksi gözləyirik xanımlar. Məlik. Nənəsinin balası, nənəsinin ürəyi, nənəsinin körpəsi. Nənəyə bax oyna da. Nənəsinin ürəyi, nənəsinin körpəsi, nənəsinin hər şeyi. Uy, sənə qurban olum. Öpücük də göndər. Uy, sənə qurban. Taksi gəldi. Qapını açsın nənəsi qurban. Qapını açsın. Nənə qurban, hara gedirik? Sənə qurban olum. Balam gedir hədiyyə seçməyə öz üçün. Nənə bala gedirik, balama hədiyyə almağa. Şu an saçına görə qapağı keçirmişik başına. Nənəsinin balası, nənəsinin ürəyi, nənəsinin hər şeyi. Sənə qurban olum. Sürüşkən də qəşəng deyil günə. Sürüşkən neçədir? 115 manat. Bu da 85 manat. Bu oğlan üçün. Bu neçədir? Qiymət yoxdur üstə. 60 manat. Bu 60 manatdır. Bunlar böyük uşaqlar üçündür. 65 manat. Xanımlar, indi gələn taksidən soruşuram ki, mən nəvəmi tez-tez parka gətirəndə bizim həyət balacadır. O maşın sizə bagaja yerləşir. Dedi, yox. Dedim, bagajın ağzı açıq qalsa, dedi, ona icazə yoxdur. Bəs biz nə edəcəyik bu maşını? Gəlmişik. Bunlar balaca uşaqlar üçündür. Hə? Hə, yox. Bunlar balaca uşaqlar üçündür. Hadi gedək. Ged nənə quran. Bunlar balaca uşaq. Sən balaca deyirsən ki. Amma əyləncə yoxdur. Deyir, biz elə söz deməmişik. Amma canlıda yazmışlar əyləncə olacaq.
225 volt. Ucu, bagaja yerləşməz ki bu. Sən otur bir geç. Bu bagaja yerləşməz ki. Biz parka gedəndə eləyəndə də. Bu taksilərin bagajına yerləşmir, hə? Soruşun deyə yerləşmir. Bəlkə böyük başa düşür bu. Bizdə həyət balacadır. Uşağı parka çıxaranda istəyirik də alaq. Nənə qurban, qoy baxaq, hələ qoy baxaq görək. Biz buna baxmamışdıq keçən dəfə. Gəlmişik biz. Gəldik, baxdıq, yer elədik. Bu həm pultla da, həm də belə, hə? Neçə yaşına qədərdir? 4-5 yaşında. 4-5 yaşına qədər. Hə. Endirim falan yoxdur. Elə nə yazılıb odur? Hamılar endirim yoxdur. Neçədir bu? 225. Məhkəl buradan gedək, nənə qurban. Gəl. Hə, bununla başa düşüvək yəqin, o gedər məncə. Hə, xanımlar, bunlar çox böyükdür. Taksi şoförü bunları başa düşür. Görsən özün bax uşağı. Bunlar nədir? Musiqi qoyublar. Kelimə səsini alım. Biz baxdığımız maşın hansıydı? Kırmızı bir şeyli ve avuk var. Görmə əsnəli xoşuma gəlmişdi bə. Hə? Bu da böyükdür. Yoxdur onun. Yo, mən bunu görmüşdüm də. 259. Amma sizlər səşləmə qiymətlər. Görsən də baxdı o. Bu da 259. Oğlan uşağına kırmızı yaxşı deyil, hə? Qara yaxşıdır da. Başka. Yox, zövq ayrı da. Bunlar elə bir ikisi eynidir. Farklı modeller. Öyle öyünü qiymətli adam. Kıymet aynı de model farklı. 259. Heç aşağı yemirsiniz də, hə? En son kıymetler koymuş. İndi uşaqlar bayramı günü heç olsa internet eləyində. 239. %90'a görmüşdüm keçən dəfə, o yoxdur. Maşına yerləşməyə görə, yoxsa əslində mən onu bəyənmişəm. Ged ora gətirir, sənə qurban olum. Balam necə sevinir. Ha, bu nədir? Bunu bu yana versəydiniz, bunun yerinə qoyardınız. Qaqaş, bura qoy bax. Bura qoy, bunun yerinə qoy, rahat baxaq. Məhkəd ora. Həm izləyicilərində var göstərirəm. Hə, bu daha yığıcamdır, hə? Da ben kesmeyeceğim. Senin genişliği de var da. Deməli, xanımlar, bu elə bəyəndiyimizdir. 259-dur. 225-dir. Əslində yığıcamlığa görə bu qəşəngdir. Maşına zadı yerləşdirməyə. Bilmiyorum aynı. Bir damcı fark ediyor orada. Yani hele bir çok şey yok. Biraz ensizdi, o enli. Yox, maşına görə yerləşək. Biz apava evə qoymaqla deyik, bir damcı həyət var. Oğlum heç razıdır. Deyir, amma yoxdur, uşağımı alıram, bayramı. Göçə soyandan zaten gəl baxdı özündə yenə. Mənə elə gəlir, bunu yerləşdirmək olacaq. Ama bagajı açık kalmış. Ne maşındı ki ben sizde? Bizdə yox. Biz uşağı tez-tez taksi ilə parka gətirməyə. Parkda sürsün. Yuboy Prius'a rahat yerler. Görürsünüz qabağa, arkaya. Aha, bax bu necədir? Qapıların açılması, Aha. multi-scan, mahnılardır, müzik. Model siqnalı var. Eyni qaydada. At rejimidir.
Dala qabağa. Running left, the light flicker. İşıqların yanı sönməyidir. Turn off the light. İşıqlar oxu söndürdük. Burada oxu yandıra bilirik. Burada nə görürsünüzsə, bu da eyni sistemdir. Yəni Bəs bu? Turn on the light. burada işıqların yanması, Music. mahnısı, Turn off the light. at rejimi, yenə dala qabağa. Turn off the light. Yəni eyni şeydə demək olar. Şeydir. Biraz da yükselmişdir. Gözəl xoş gəldin. Seni qurban olum. Bu sürətlərdir. Birinci skorusu, ikinci skorusu, üçüncü skorusu. Görürsünüz burada göstərir. Hə. Qabağa, arxaya, sağa, sola. Bu parkovkadır. Parkovkaya atırsınız. Yəni knopkalar bassaz belə işləmir. O özü də pedal vursa işləməyəcək oradan. Parkovkadır. Çatdıq parkovkadan eyni qaydada gedir. Bu da M rejimidir. Söndürüb Dalağa yandırmaq, qabağa, hamısı dalağa da qabağa. O maşının üstündə durur. Hə, maşının Bu pultdur sadəcə. Hə, Sağa tamam, sola idarə hə, edilməz. tamam. Xeyirli olsun. Hə, sağ ol. Bir arxaya verin qoy balamın çəsini. Uş sənə qurban. Nənə sənə qurban olsun. İndi görək. The remote is connected. Nənəsinin balası. Music. Gün olsun, balam böyük maşın alsın, sürsün. Hə, sürmək, sür. Sür, nənədir sən çəkir, sür. İşıqları yandır, sür. İşığını yandır, sür. Hə, indi sür. The remote is connected. Hə, gəl, sür, sür görək. Sağ olun. Kes. Ha, kes. Ora necə gedəcək. Qırılıb eləməz. Sürmece. Sənə qurban olum. Sənə qurban olum. Ay Məlik. Sənə qurban olum, ay Məlik. Balamın maşınına. Sənə qurban olum. Can.